Salam əziz izləyicilər. Ağdərə rayonunun Orta Güney kəndinə gəlmişik. Martın 12-si. Martın 12-si 1992-ci ildə bu kəndləri ermənilər işğal elədilər. İndi o vaxtı çox qarlı, soyuqlu bir hava idi. İndi bugün maşallah gün çıxıb. Gəlmişik şəhidlərimizin anım günüdür bugün. Martın 12-si 2025-ci il. Buyurun Ümidvar müəllim. Ümidvar müəllimi də burada başçının atasının şəkili var. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Bəli. Qəbirlərim nurla dolsun. Bu mənim atamdır. Bu Bəli. bacımdır, rəhmətli. Bu əmmi oğludur. Bu xalam oğludur. Bu da ki mənim rəhmətli bacımın uşağı, körpə uşağıdır. Yəni o zamandan nə ölüsün, nə dirisin, nə heç bir Bir xəbər neçə olmaz. yaşı var idi? Onun hardasa 10 aylıq uşağıdır, oğlan uşağıydı. Zahid. Ümmət Hoca. Bu da ki rəhmətli Güllü hocamızdır. Xasa kişi vardı, rəhmətli Xasa kişi. Onu da bilinməli. Onların anası yox, o da bilinməli ki ona görə Allah bir də şəhidlərimizə rəhmət eləsin. Bugün bizim üçün həm ağır gündür, həm də biz belə götürəndə bir sevinçli gündür ki biz şəhidlərimizin qanı yerdə qalmadı. Bizə təsəlli bircə budur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bizim də borcumuzdur ki, hər Bugün məzarına gəlmişik, indi şəhidlərimizi ziyarət eləyək. Nə bilim, yad eləyək. Yad edək. Heç olmasa bundan təsəlli alaq. Şəhidin evlatlarıdır. Allah hər birinizə can sağlığı versin. Bu da Orta Güney kəndidir. Ağdərə rayonunun. Ermənilər daş üstündə qoymayıblar. Ha. Kapsamının yanına.